İndi baxırsınız, bəziləriniz deyirsiniz ki, buna baxıb bəxtəvər. Yaşayır da bu həyatı. İstədiyi qəşəng bir evdə yaşayır. Şəhər ayaqlarının altında. Altında maşın, bahalı telefonu. Bunu hardan gətirir? Biz də işləyirik də. İstədiyində gedir ora bura. Bəyəndiyində əməkdaşlıq təkliflərini qəbul eləyir. Gör nə qədər pulu var. Uşağını istədiyi kimi böyüdür, uşağına istədiyi şeyləri alır, uşağı ilə istədiyi yerlərə gedir, gəlir. Bir də baxırsan bu ölkədədir, bir də baxırsan bu şəhərdədir, bir də baxırsan buradadır, oradadır. İnsanda bəxt olar, vallahi bizdə o yoxdur da. Düzdür. Dediklərinizin hamısı məndə var. Amma bunu unutursunuz ki, bunu mən özüm əldə eləmişim. Kimsə gəlib mənə, aç əlinin içine, aç, bax sənə nə verir? Bu, aç, sürpriz, bax sənə nə gətirmişik, al. Deyə əlimin içinə heç kimi hazır qoymayıb. Belə bir misal gətirim sizə. Qarşılıqlı 2 binadır, 2 balkonu var. Balkonlar bir-birinə baxır. Bir balkonda qəşəng yerə xalça sərilib. Kənarı çiçək əkilib, ay Allah nə gözəl. Belə sallanan çiçəklər, rəngli-rəngli, sarı, qırmızı, mavi. Divardan qəşəng bir portret asılıb. Musiqi səsi açılıb incə. Bu divara isə qəşəng bir o işıqlı şeylər var, toplar. Onlardan işıqlar düzülüb belə vurulub divara, qəşəng yanır sönür, yanır sönür. Masa qoyulub, qəşəng masa örtüsü sərilib. Stulda qəşəng babuçka tikiblər, yapışdırıblar. Baxırsan ürəyin gedir, elə deyil. Qarşıdakı balkonda isə heç nə yoxdur. Sadəcə 2 stul və bir masa var. Amma baxır qarşıdakı çiçəkli böcəkli balkona, deyir ki, bura baxın, bizim həyatımıza, bizim yaşayışımıza bax, bunun yaşayışına bax. Görsən, var da, bəxt var da. O balkon özü elə olmayıb ki, sənin də bu balkonun var, onun da balkonu var. Oradakı özü bir dəfəlik çiçəkli böcəkli olmur ki. O evin sahibi əziyyət çəkib, aylarını sərf edib, o çiçəkləri əkib, gedib qab alıb, torpaq gətirib balkona, əkib, onun gübrəsini verib, onun suyunu verib, divarda mıxlarını vurub, sonra nə bilim masa örtüsünü tikib ya da gedib axtarıb alıb, əziyyət çəkib, o balkonu qəşəng bir görüntüyə gətirib çıxarıb. Amma qarşıdakı balkon sahibi onu görəndə onun əziyyətini deyil. Necə bəxtəvərdir, bax bizdə nə gündədir, onda bax nə gözəldir. Allah verir də bəzilərinə şans deyir. Çox insanımız belədir. Başqalarının gözəl həyatını, nə bilim, yaşayışını görür, bəxtəvərdir. Halbuki özü öz balkonunda o əziyyəti çəksə çoxdan daha da gözəl bir balkon əmələ gələr. Elə deyil, çiçəkli, böcəkli. Bəzi insanlarımız onları eləmir, amma başqasının həyatına baxanda da rahat bir şəkildə bəxtəvər yaşayır da həyatı deyir. Və ona görə başqalarına elə bəxtəvərdir, yaşayır da, bizdə o şans hardadır deyənlər ömür boyu yerində addımlayır. O qarşıdakı balkon sahibi təzə çiçəklər alır, bəzəyir, kitablar qoyur, qəşəng rəflər qoyur, suvenirlər düzür və daha da gözəl halə gətirir balkonunu. Həyatımız da belədir. Bir-birimizin uğuruna sevinsək, bizə də gəlir. İnanın mənə. Təzə bardağımla kofe hazırlayıram. Bilirsiniz, belə kupaları çox sevirəm. Nəysə, sevirəm sizi.